1929-cu ilin may ayında Brüsseldə anadan olan Audrey Hepburn'un atası İngiliz, anası isə Hollandiya baronessası idi. O, uşaqlıq illərini Hollandiyada keçirmişdi. Almaniyanın Hollandiyanın işğalı yeniyetmə Audrey üçün əzab və dəhşət idi. Əmisi və əmisi oğlu onun gözləri qarşısında güllələnmişdi. Özü isə acılıq çəkdiyinə görə fiziki cəhətdən çox zəif idi. 1952-ci ildə Londona köçən Audrey'ni fransız yazıcısı Colette Broadway-ə Gigi tamaşasında oynamağa dəvət edir. Bu, onun ilk baş rolda çəkildiyi Roma tətilləri filmindəki Şahzadə roluna vəsiqə idi. Bu filmdəki roluna görə o, ən yaxşı aktrisa nominasiyası ilə Oscar mükafatına layiq görüldü. Bu rol əslində Elizabeth Taylor'a təklif edilməli idi. Amma Audrey'nin sınaq kaseti rejissorların diqqətini cəlb etmişdi. Filmin direktoru William Wyler Audrey'nin cazibədar, məsum və istedadlı olduğunu deyirdi. Oscar mükafatını alan Audrey Hepburn son illər ona yardım edən və ona yol göstərən hər kəsə təşəkkürünü bildirir. I want to say thank you to everybody who in these past months and years have helped, guided and given me so much. I'm truly, truly grateful and terribly happy. William Wyler'in Hepburn haqqında dedikləri tezliklə dünyaya yayıldı və o bir neçə filmdə yadda qalan rollar oynadı. Roma tətilllərindən sonra Audrey Sabrina filminə çəkildi və bu filmdəki roluna görə də Oscar mükafatına nominasiya edildi. Bundan sonra Audrey Hepburn Oscar, Grammy və Tony mükafatlarını almış 3 qadından biri oldu. Who enabled me to receive it. Thank you, Bill, for bringing it to me. From California. All the way. All the way. 1959-cu ildə o, Rahibənin hekayələri, 1961-ci ildə Tiffany'də səhər yeməyi, 1967-ci ildə Qaranlığı gözlə filmlərinə görə Oscar mükafatına nominasiya edildi. Givenchy evində isə Audrey Hepburn moda ikonasına çevrildi. 1964-cü ildə aktrisa Broadway-in Mary Poppins tamaşasında oynadı. Mahnıları Marni Nixon'ın səsləndirməsinə baxmayaraq, yaxşı aktrisa kimi Audrey Hepburn yenidən Oscar mükafatına layiq görüldü. Boyu ən çox sevilən aktrisa Audrey Hepburn təqaüdə çıxdıqdan sonra UNICEF-də çalışmağa başladı və 1988-ci ildə Uşaqlara Yardım Təşkilatının xüsusi elçisi seçildi. 2006-cı ildə isə Hepburn'un Tiffany'də səhər yeməyi filmindəki Givenchy moda şirkətinin dizayn etdiyi kiçik qara donu Christie hərracında $500,000 funta satıldı. Əslində satılan paltar filmdəki paltarın eynisi deyildi. Audrey Hepburn 1993-cü ilin yanvar ayında xərçəng xəstəliyindən vəfat etdi. Onun özü ilə qoyub getdiyi irs özündə təkcə film yaradıcılığı deyil, beynəlxalq münasibətlərdə humanizmi tərənnüm edir. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.